ChatGPT nədir, Gemini nədir, digər Cloud və s. digər modellər nədir? Artıq onları öyrənməyə başlayırlar. İnsanları bəzən bir sual maraqlandırır ki, AI anlayışı ilə generativ AI anlayışını bir-birindən necə fərqləndirməliyik? Generativ AI sayəsində işləyənlər və generativ AI öyrənən şəxslər harada işləyə bilərlər və ya nə qədər bu onlar üçün maddi cəhətdən xeyirli olacaq? Bilik və bacarıqları yiyələndikdən sonra əlavə nələr edə bilərik ki, əmək bazarında bir kadr kimi özümüzə yaxşı yer tutaq və yaxud freelance layihələrdə yaxşı performans göstərə bilək, iş təkliflərinə açıq olduğumuzu və o təkliflərə uyğun olduğumuzu nümayiş etdirə bilək. Salam, mən Sitarə Ağayeva. Hazırda Paşabankda model risk auditi olaraq süni zəka risklərinə nəzarət edirəm. Həmçinin Matrix Akademiyada generativ AI proqramı üzrə tədris aparıram. Bu gün Anar bəy ilə birlikdə süni zəkanın real dünyadakı təcrübələri üzərində müzakirə aparacağıq. Salam Anar bəy, xoş gördük. Salam Sitarə xanım, mən də özümü təqdim edeyim. Mən Anar Məmmədli, İsveç şirkəti olan Markivaj şirkətində senior backend developer olaraq işləyirəm. Fransanın Toulouse şəhərində tədqiqatçı olaraq işləmişəm və indi gəlmişəm ki, sizinlə bu mövzu barədə detallı şəkildə danışaq. Anar bəy, bildiyiniz kimi bu gün süni zəka hamımızın həyatının bir parçasıdır və kimimiz az, kimimiz çox bundan artıq istifadə edirik. Amma insanları bəzən bir sual maraqlandırır ki, AI anlayışı ilə generativ AI anlayışını bir-birindən necə fərqləndirməliyik? Hal-hazırda hər kəs demək olar ki, süni intellekt istifadə edir, xüsusilə Gemini-dir, ChatGPT kimi modellər istifadə edirlər və müəyyən qədər bilirlər ki, bu GPT modelləri nəyə malikdir və necə istifadə etmək lazımdır. Ümumiyyətlə süni intellekt dedikdə ümumi bir termindir və generativ AI isə, generativ süni intellekt isə müəyyən bir hissəsini əhatə edir bu süni intellektin. Süni intellekt ümumən, yəni analiz verdiyiniz məlumatlara əsasən analiz etmək, həmin analizlərin nəticəsində bir müəyyən informasiyanı çıxarmaq və ya kateqorizasiya eləmək kimi güclərə malikdir, yəni funksionallıqları var. Generativ AI məqsədi isə burada artıq kreativliyi işə salmaq, müəyyən kontentlərin yaradılması, podkastların yaradılması və s. digər kontent yaradıcılığında daha çox istifadə edilir və hal-hazırda da trenddə olduğu üçün bunlarla bağlı müxtəlif kontentlər yaradılır. Hal-hazırda da onsuz da bunun haqqında müəyyən qədər informasiya malikdirlər, amma əsas generativ AI və süni intellekt arasındakı fərqləri bilib və onları öz xeyirlərinə istifadə eləyə bilərlər. Sizcə günümüzdə bunun xüsusən də son 2 ildə bu qədər aktuallaşmasının təməl səbəbləri nələrdən ibarətdir? Belə misal göstərə bilərəm ki, biz müəyyən bir dövrdə Google axtarış sistemi istifadə eləyirdi və Google axtarış sistemini düzgün istifadə edilməsi belə bir skill bacarıq sayılırdı. Hal-hazırda günümüzdə isə bu axtarış sistemi Google yox, ChatGPT və digər modellərin istifadə edilməsinə əsaslanmışdır ki, artıq trend olub və bu Google-da axtarış etmirlər. Artıq sualları birbaşa ChatGPT modellərinə verirlər və ChatGPT sizə anında, saniyələr ərzində sizə cavablar qaytarır və bu artıq trend olmasına, orada müxtəlif şəkillərin yaradılması, sizə müxtəlif məzmunların generasiya olunması cəzb eləyir, kütləni cəzb eləyir və kütlə artıq maraqlanır ki, ChatGPT nədir, Gemini nədir, digər Cloud və s. digər modellər nədir? Artıq onları öyrənməyə başlayırlar, öyrənmək istəyirlər. Siz bəzi alətlərin adlarını qeyd edirsiniz, hansı ki, bir çox insan onlardan istifadə edir. Bəs xüsusi hansı üsullar varmı ki, biz AI alətlərindən məhz o cür istifadə etsək, daha yaxşı nəticələr əldə edə bilərik və optimallaşdıra bilərik? Əlbəttə, biz Google axtarış sistemini istifadə edəndə də bizim orada müəyyən triklər var idi ki, biz onları istifadə edərək istədiyimiz məlumatı tez bir zamanda çata bilirdik. Məsələn, PDF axtaranda orada xüsusi keylər var idi ki, PDF-i olmasını xüsusi orada bildirirdik. Hal-hazırda bu modellərin özündə də elədir ki, biz promptingi istifadə etməliyik. Yəni bu xüsusi keyləri, informasiyanı düzgün şəkildə ötürməliyik ki, model minimal cəhdlə o yazdığımız informasiyanı anlasın və bizə düzgün məlumatı tapıb göstərə bilsin. Yazdığımız promptinqə əsasən bizə gələn nəticələr də daha yaxşı və daha pis ola bilər. Ona görə promptinqin yazılma qaydaları, necə yaxşı performans verən prompt yazmaq olar, axtardığımız məlumatı necə yaxşı, sürətli şəkildə əldə edə bilərik. Bunların hamısı promptingdə keçir. Ona görə də promptingi öyrənmək lazımdır bunun üçün. Data science termini ilə generativ AI terminini bir-birindən necə fərqləndirə bilərik? Data science ümumən
Süni intellektin biz demək olar ki, sıfırdan başlayaraq təməlini öyrənirik. Python koddan başlayarıq ilk növbədə. Biz Python öyrənirik çünki süni intellekti biz daha çox Pythonda istifadə edirik və indiki tələbatda Python yönümlüdür. Biz orada başlayırıq. Pythonu öyrəndikdən sonra data science-la lazım olan elementləri öyrənirik. Məsələn, NLP sahəsi üzrə gediriksə, biz orada word embedding və sair digər texnologiyalarla başlayırıq. Amma yox biz classifier'ları öyrənmək istəyiriksə və ya başqa bir time series-ilə işləyəcəksə, artıq digər nüansları öyrənməliyik. Ümumən generative AI ilə fərqi qısa desəm odur ki, generative AI-da biz hər hansı bir olan məlumatdan kontent yaratmağa çalışırıq. Məsələn, bu şəkildə ola bilər, audio zapis ola bilər və ya fərqli bir video ola bilər, animasiya ola bilər, yəni müxtəlif kontentlər ola bilər. Sadəcə data science-də isə biz burada daha çox elmi öyrənməyə başlayırıq və burada sizə riyaziyyat lazımdır, riyazi biliklər lazımdır ki, siz çünki oradakı düsturları öyrənməlisiniz, tətbiq eləyə bilməlisiniz, başa düşməlisiniz ki, siz bu yaratdığınız modeli, sıfırdan yaratacağınız modeli necə optimallaşdırmaq olar. Generative AI-da isə siz modeli çox vaxt sıfırdan yaratmırsınız. Hazır olan modelləri istifadə edirsiniz və ya həmin modelləri müəyyən formada distillə eləyib istifadəyə yararlı formaya salırsınız, özünüzə lazım olan formaya salırsınız. Bəs sıfırdan başlayan insanlar üçün hansından başlamaq daha əlverişlidir və ümumiyyətlə nələr öyrənərək bu sahəyə başlamalıdırlar? Mən belə deyərdim ki, əgər bu AI sahəsində sıfırdan başlayan biridirsə, ixtisası o yönümdə deyilsə, generative AI ilə başlaya bilərlər. Çünki orada generative AI-da biz bu toolları necə istifadə etməyi öyrədirik və müəyyən qədər informasiya yaranır öyrənən şəxslərdə və öyrəndikdən sonra artıq prompting necə istifadə edilməlidir, onları biləcək, optimizasiya eləməsini biləcək, AI agentlərlə işləməyi öyrənəcək və sair digər nüansları öyrəndikdən sonra artıq əgər maraqlıdırsa data science hissəsinə keçid eləyə bilər və daha advanced bir kursla modellərin yaradılması, sıfırdan olan bir prosesə qədər, modelin yaradılması prosesinə qədər öyrənməyə başlaya bilərlər. Yəni etaplı şəkildə düşünsək, generative AI ilə başlayıb sonra onu daha da təkmilləşdirmək mümkün olar. Mənim də bir başqa sualım var idi. Bayaqdan artıq mən izah eləməyə və suallara cavab verirəm. Bəs siz də hal-hazırda generative AI üzrə hal-hazırda təhsil verirsiniz və necə düşünürsünüz? Generative AI sahəsində işləyənlər və generative AI öyrənən şəxslər harada işləyə bilərlər və ya nə qədər bu onlar üçün maddi cəhətdən xeyirli olacaq? Günümüzdə əslində hər birimiz biraz da olsa süni zəka alətlərinin bizi əvəz edə biləcəyindən qorxuruq, amma tarixdə əslində inkişaf belə baş verir ki, hər bir yeni ixtira özü ilə bərabər yeni peşələr gətirir. Süni zəka alətlərinin də özü ilə bərabər gətirdiyi yeni belə deyək, gəlir mənbələri mövcuddur. Mən bunu əsasən 3 istiqamətdə görürəm. Biri mənim özümün də bu gün bir parçası olduğum korporativ bir əməkdaş kimi ya developer olaraq generativ alətlərdən istifadə etməklə istər bu kod yazma praktikası olsun, yaxud kontent yaratmaq şəklində olsun, bir korporativin parçası olaraq çalışa bilərlər. Və ya freelance layihələr götürə bilərlər. Bu gün müxtəlif freelance səhifələrdə elanlar paylaşılır ki, həmin elanlarda məhz süni zəka alətlərindən istifadə bacarıqları əsas meyar kimi götürülür və o işlərə müraciət edərək müəyyən layihələr üzərində çalışaraq pul qazana bilərlər. Həmçinin özləri kontent yaradıcısı da ola bilərlər. Öz şəxsi sosial media səhifələrində yaratdıqları kontentləri paylaşaraq məhz influencer şəklində də bunun üzərindən pul qazanmaq mümkündür. Mənim burdan gəlir sahəm bir model validator kimi çalışaraq bunu istifadə edirəm. Həm özüm generativ alətlərdən istifadə edərək kontent yaratdığım da olur şəxsi hesablarımda. Həmçinin bugün bilirsiniz ki, süni zəka özü ilə bərabər müəyyən risklər də gətirir. Bunlara bələd olan insanlar bu alətlərdən həm yaxşı istifadəçi olacaqlar, həm də məhz o alətlərin risklərini təhlil edən bir insan kimi də bundan gəlir qazana biləcəklər. Bəs belə bir sual verim ki, generative AI-ı neçə aya öyrənmək olar? Ümumi tətbiqi generativ AI üçün 5 aylıq bir müddət kifayətdir. Artıq özünü təkmilləşdirib iş həyatına atıla bilməkdən ötürü və burada da həm müəyyən qədər AI-ın kodlaşdırma praktikalarına tətbiqindən, həm AI vasitəsilə musiqili, video və yaxud şəkil kontentləri yaratmaq,
Onların hamısını, bütün bu alətləri birləşdirərək onlardan ümumi bir məhsul hazırlamaq kimi bacarıqlara yiyələnmək üçün 5 aylıq bir müddət kifayət edir. Amma unutmaq da olmaz ki, biz öyrənib iş həyatına atıldıqdan sonra belə bu davam edici bir inkişaf prosesidir və yeni çıxan alətlərə adaptasiya olmaq, yeni bacarıqlara daim yiyələnmək iş həyatında və əmək bazarında tələbatlı bir kadr kimi yetişmək üçün olduqca önəmlidir. Sara xanım, bəs generativ AI öyrənməkdə hər hansı bir yaş limiti varmı? Məsələn, 30-35 yaş aralığında ya da 35-dən yuxarı yaşda olan şəxslər generativ AI öyrənə bilərmi, tətbiq edə bilərlərmi? Əslində öyrənmə prosesinin keyfiyyəti yaş faktorundan daha çox öyrənmə həvəsi ilə bağlıdır və bu bəzən elə ola bilər ki, gənc nəsil daha adaptivdir deyə düşünürük, amma bəzən onlarda da yeni alətlərə qarşı müqavimət görə bilirik. Burada əsas faktor müraciət edən şəxsin öyrəndiyi bacarıqları hara tətbiq edəcəyi ilə bağlı fikrinin olmasıdır və bunu öyrənmə həvəsi də məhz oradan gəlir ki, onu necə tətbiq edə biləcəyi ilə bağlı müəyyən bir təsəvvürü var və mən öz təcrübəmdən də tədris prosesində hər zaman gördüyüm budur ki, məqsədli öyrənməyə başlayan insanlar yaşlarından asılı olmayaraq istənilən yaşda həm proqramlaşdırma alətlərini, həm generativ AI alətlərini rahatlıqla öyrənə bilirlər. Bəs hər hansı peşə limiti varmı? Aha. Peşə ilə bağlı bu məqamı qeyd edə bilərəm ki, generativ AI bu gün bütün peşələrə tətbiq olunan bir sahədir. Yəni bununla bağlı çox müxtəlif sahələrdən müraciətlər və suallar gəlir. Burada yenə müraciət edən şəxsin hansı sahədə inkişaf əldə etmək istədiyi ilə bağlı önəmli bir nüans var və hər peşəyə uyğun da tətbiq oluna biləcək AI alətləri var. Bu zamanda məhz özünə lazım olan hissəni öyrənərək öz peşəsinə tətbiq edə bilər. Burada da bir peşə məhdudiyyəti yoxdur. Həm vizual peşələrlə məşğul olan şəxslər, həm akademik arxa planı olan peşələrlə məşğul olan şəxslər bu gün bu sahəyə yönəlirlər və ondan uğurlu şəkildə istifadə edirlər. Bəs AI öyrənmək üçün özümüzün istifadə edə biləcəyimiz ödənişsiz alətlər varmı ki, biz onlarla başlayıb öyrənək? Hal-hazırda ən çox istifadə edilən ChatGPT üzərindən öyrənməyə başlaya bilərsiniz ilk növbədə və Gemini-nin özü də müəyyən qədər pulsuz istifadə etmək mümkündür. Hətta Copilot-ın özü belə tələbə meylindən və ya öz meylinizlə qeydiyyatdan keçib müəyyən qədər kod yazma hissəsində istifadə edə bilərsiniz və Gemini-nin xüsusi proqramları var ki, əgər sizin bir startap layihəniz varsa, sizə müəyyən kreditə qədər pulsuz şəkildə istifadə etməyə icazə verir və siz əgər həmin Gemini-yi o krediti bitirdikdən sonra müəyyən bir məhsul göstərə bilsəz və tələb eləsəz ki, mən yeni bir kredit lazımdır, daha çox limitli bir kredit lazımdır, sizə hətta daha çox kredit verə bilər Gemini istifadə etdiyinizi göstərsəz öz produktunuzda. Və siz gündəlik həyatda istifadə eləmək istəyirsinizsə, ChatGPT və Gemini hətta Cloud istifadə edə bilərsiniz. Bunlar hazırdakı başlamaq üçün kifayət edir. Okay, gəlin mən də belə bir sual verim. Öyrənmə prosesində ən çox edilən səhvlərə nələr göstərə bilərsiniz? Ümumiyyətlə hamımız təbii ki, bu yoldan keçmişik, hamımız bir zamanlar öyrənmə prosesini yaşamışıq və mənim də özümün yol verdiyim müəyyən səhvlər olub. Onun üzərindən getsəm məncə daha doğru bir yol göstərici olar. Adətən istər proqramlaşdırma sahəsində, istər AI sahəsində tələbələr hər şeyi birdən mənimsəmək istəyirlər. Bu ən birinci edilən səhvlərdəndir. Bazarda çoxlu materiallar var, çoxlu kurslar var və bütün bilik və bacarıqları eyni anda yiyələnmək istəyir. Bu təbii ki, mümkün deyil. Elə bu səbəbdən müəyyən bir roadmap və ardıcıllıqla getmək və bir alət və bir bacarıq öyrənməklə başlamaq ən ideal variantdır. Digər bir səhv olaraq səbirsizlik və nəticəyə tez nail olmağı göstərə bilərəm. Hamımız təbii ki, bu gün gündən-günə inkişaf edən bazarda istəyirik ki, özümüzə daha yaxşı yer tutaq, daha tələbatlı bir kadr olaq. Lakin hər şeyin öz zamanı olduğu kimi bu öyrənmə də müəyyən bir vaxt aparır və orada öz səhvlərimizə də tolerant yanaşaraq, xətalarımızı qəbul edərək, bilmədiyimiz şeylərdən qorxmadan onların üstünə gedərək özümüzə zaman tanımalıyıq. Anar bəy, öyrənmə prosesindən kifayət qədər bəhs etdik, amma mən bilirəm ki, dinləyiciləri bir sual da maraqlandırır ki, çünki mənim özümü də zamanında çox maraqlandırırdı bu sual. Bilik və bacarıqları yiyələndikdən sonra əlavə nələr edə bilərik ki, əmək bazarında bir kadr kimi özümüzə yaxşı yer tutaq
və yaxud freelance layihələrdə yaxşı performans göstərə bilək və iş təkliflərinə açıq olduğumuzu və o təkliflərə uyğun olduğumuzu nümayiş etdirə bilək. Bu təkcə o bacarıqlarla kifayətlənməməlisiniz ilk növbədə. Bacarıqları inkişaf elətdirməyə davam etməlisiniz və o bacarıqları hər hansı bir proyekt üzərində göstərməlisiniz. Proyekt üzərində göstərməlisiniz və onları GitHub üzərindən, texnik edirsə GitHub üzərindən paylaşmalısınız. LinkedIn-də etdiyiniz fəaliyyətləri hər hansı bir könüllü proqramına qoşula bilərsiniz və ya hackathona qoşula bilərsiniz. Orada aldığınız nəticələri public, yəni hər kəsin görə biləcəyi bir yerdə paylaşmalısınız ki, sizin etdiyiniz işlər, harada olduğunuz və orada gördüyünüz nəticələr hamısı görünsün və iş prosesində də siz harasa müraciət edəndə CV olaraq onlara fikir verəcəklər. GitHub profilinizə baxa bilərlər, LinkedIn hesabında nələrlə məşğul olduğunuzu görə bilərlər və ya hər hansı bir könüllü proqramlarında olmusunuzsa, LinkedIn-də qeyd etməsəniz belə orada bildirə bilərsiniz. Yəni bunlar hamısı çox önəmli faktorlardır ki, iş tapmaqda və ya təcrübə proqramlarında da hətta sizə kömək olacaq və bunun üçün öz portfolyonuzu genişləndirmək lazımdır və skilllərinizi göstərə biləcəyiniz proyektlərin olması mütləqdir. Anar bəy, çox təşəkkür edirəm bugünkü müzakirəyə görə. Şəxsən mənim üçün çox faydalı oldu. İnanıram ki, dinləyicilər üçün də faydalı olacaq. Mən də təşəkkür edirəm. Ümid edirəm ki, izləyicilər bu verdiyimiz məlumatlardan bəhrələnə biləcəklər. Onu da qeyd edim ki, hazırda Matrix Akademiyada yenilənmiş tətbiqi generativ AI proqramımız mövcuddur. Bu proqram daxilində iştirakçılar süni zəka alətlərindən kontent yaradılmasında istifadə, ixtisaslaşmış chatbotların yaradılması, süni zəkadan kod məqsədli istifadələri öyrənə biləcək və bu kimi bilik bacarıqlara yiyələnəcəklər. Müraciət üçün Matrix Akademiyaya yaza bilərsiniz və həmçinin bizi izləmədə qalın.